Xaricə təzə köçəndə adama elə gəlir ki, tək çətinlik dil bilməməkdir. Amma zamanla fərqinə varırsan ki, əsas şok cəmiyyətin yazılmamış qaydalarıdır. Hansılar ki, sənin bildiyin, indiyə kimi öyrəndiyin hər şeylə tamamilə ziddiyyət təşkil edir. Məsələn, insanların cəmiyyət içində, avtobus, metrolarda səsli şəkildə burun təmizləməsi məni birinci zamanlarda şoka salırdı. Ondan əlavə bayramlarda hamının açıq-aşkar alkoqol qəbul edib sonra kilsəyə getməsi və yaxud ümumiyyətlə cəmiyyət içində, küçələrdə alkoqol qəbulunun qadağan olması. Ancaq xüsusi restoran və xüsusi istirahət zonalarında alkoqol qəbuluna icazə olmağı. Heç biri yaxşı və ya pis deyil. Sadəcə başa düşürsən ki, insan öz ölkəsindən çıxanda beynindəki bütün sosial qəlibləri yenidən yazmalı olur. Bəs sizin xaricə köçəndə və ya səyahət zamanı yaşadığınız ən böyük şok nə olub?